Quran-ı Kerim ərəb dilində nazil olub. Bu dil ərəbcə nazil olub. Bu Quran ərəbcə nazil olub. Allah Teala bunu ərəbcə nazil edib. Əgər sən Allahın kəlamını oxuyursansa, ey filan kəs, sən Allahın kəlamını oxuyursansa və orada bir söz və ya bir şey, bir məsələ sənə işgal qaldısa, sənə çətin gəldisə, sən onu nə edirsən? Mütləq lüğətə baxırsan. Deməli, sənin özünün izah eləmək üçün Quranı lüğətə ehtiyacın var. Aydındır? Lüğəti də kimsə yazıb. Aydındır? Sən Quranı Quranla izah eləyə bilmirsən. Misal. Və izah eləyə biləməyəcəyin Quranda hansı ki ləfslər, sözlər eynidir, mənalarsa ayrı-ayrıdır. Sən lüğətə getsən o mənanı tapmayacaqsan. Məsələn, Allah Teala buyurur ki: "Va'budi rabbaka hatta yatiyakal yaqin." Sənə yəqinlik gələnə qədər Rəbbivə ibadət elə. Sənə yəqinlik gələnə qədər yəqin sözü. Allah Teala İsa barədə isə nəsranilərə deyir ki: "Mə qataluhu yaqinən." Yəqinliklə onu öldürmədilər. Yəni onu nə çarmıxa çəkmədilər, nə də yəqin ki öldürmədilər. Allah onu qaldırdı öz qatına. Burada yəqinlik və burada yəqinlik. Get lüğətə bax, yəqinlik sözünün mənası nədir? Yəqinlik nədir ki, o Peyğəmbər sallallahu aleyhi və səlləmə gəlib və o vaxta qədər ibadət eləyib. وَعْبُدْ رَبَّكَ Rəbbivə ibadət elə, həttə yətiyəkəl yəqin. Sənə yəqinlik gəlinə qədər. İbn Abbas deyir ölüm. Şərh eləyir İbn Abbas. Deyir yəqinlik yəni mevt. Bu bunun dini izahıdır. Lüğəti yox. Aydındır? Allah deyir ki: "Və mə qataluhu yaqinən." Yəqinliklə onu öldürmədilər. Yəni tam dəqiq. Heç bir şək yoxdur. Sən lüğətlə həll eləyə bilməzsən Quran-ı Kərimi. Şərh eləyə bilməyəcəksən. Əgər lüğətə qayıtsan, ərəb dilinə. Hansı ki, ərəb dili özündə belə ixtilaflarla doludur. Kufəllərin məzhəbi var lüğətdə, Basralıların məzhəbi var və bəzən Sibavey böyük alimlərdən olub lüğət. O infirad eləyib, bəzi məsələlərdə öz fikri olub, müstəqil, alim olub. Aydındır? Hansının izahı ilə izah eləyək Quranı? Hansının aydındır, verdiyi məna ilə. Və ya bir sözün 5 dənə mənası var. Hansıdır burada? Burada hansıdır? Orada hansıdır? Aydındır? Sən mütləq və mütləq izah eləmək üçün dönməlisən Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələrinə. Ki izah eləyə biləsən. Əks bir halda izah eləyə bilməyəcəksən. Allah Teala Quran-ı Kərimdə buyurur: وَاَنْزَلْنَا اِلَيْكَ الذِّكْرِ Biz sənə zikri nazil etdik. لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ اِلَيْهِمْ Onlara nazil olanı izah eləyəsən. Allah Teala deyir ki, biz sənə zikr nazil etdik. Bir şey nazil olub. Sənə zikr nazil etdik ki, sənə nazil olanı izah eləyəsən. 2 dənə şey nazil olub. Allah deyir, 2 dənə şey nazil etdik. Biz sənə zikri nazil etdik ki, sənə nazil olanı bəyan eləyəsən. Allah Rasuluna nazil olan deyir, Quran. Deyir, biz sənə zikri nazil etdik ki, sən nazil olanı bəyan eləyəsən. Aydındır? Bir nazil olan Qurandır. O birisi isə sünnədir və hikmətdir.